İsterik şəxsiyyət pozuntuları isteroid davranış tiplərindən tamamilə fərqlidir. Yeniyetməli yaş dövründən başlayaraq isterik şəxsiyyət pozuntularında onlar aşırı dərəcədə diqqət cəlb etmək, emosional çalarlıqla ifadə olunan başqalarının diqqətini özünə yönəltmək, bu hisslər onlarda üstünlük təşkil edir. Amma fikir verdinizmi? İsteroid davranış tipindən fərqli olaraq isterik şəxsiyyət pozuntuları emosional çalarlıqla heç nəyi nəzərə almadan diqqəti öz üzərinə yönəltmək və vacib olan bir təhər. Yenə də eyni qaydada emosional çalarlıqla özlərinin tələbatlarını təmin etmək üçün manipulyativ davranışlara üstünlük vermək. İsterik davranış tərzlərində isə bunlar yoxdur. İsterik davranış tərzlərində, isteroid davranış tərzində onlarda yaradıcı münasibətlər, yaradıcı davranışa, bu cür hallara daha çox meyilli olurlar. Müəyyən rənglərdən istifadəyə daha çox meyilli olurlar ki, bilik və bacarıqları, qabiliyyətləri çərçivəsində diqqəti cəlb etsinlər. İsterik şəxsiyyət pozuntuları hallarında isə ətrafdakı insanların diqqətini özünə yönəltmək, diqqət mərkəzində olmaq üçün emosional çalarlarla ifadə olunan başqalarının öz tələbatlarını, istənilən tələbatlarını yerinə yetirmək üçün mənəvi, maddi və s. əxlaqi, estetik tələbatlarını yerinə yetirmək üçün başqalarına manipulyativ davranış tərzi ilə xarakterizə olunurlar. İsterik şəxsiyyət pozuntularının mühüm əlamətləri bunlardır. İsterik şəxsiyyət pozuntusu olan insanlarda isə üz cizgilərində spesifik əlamətlər olur. Diqqətlə baxsanız, ekranda nümunə kimi göstərdiyimiz şəkildə diqqətlə baxın. İsterik davranış pozuntusu olan, isterik şəxsiyyət pozuntusu olan insanların göz bəbəkləri gicgah nahiyəyə maksimum yaxın olur. Göz bəbəklər sanki gicgaha yaxındır. Başın kənarına tamamilə yaxındır. Çənə, üz, düz bucaqlı, uzun, çənə isə iti olur və vacib bir tərəf. Qulaqlarından biri sağ və sol. Qulaqlarından biri sanki qabağa əyilmiş olmalıdır. Hər ikisi yox. Sanki oligofren uşaqlarda olduğu kimi, amma onlar kimi deyil. Qulaq bu istiqamət birinə nisbətən yuxarı hissəsi, qulağın seyvan hissəsi qabağa əyilmiş olmalı da deyə bilərik, olur da deyə bilərik. Yəni bu onların isterik davranış tipindən fərqli olaraq isteroid şəxsiyyət pozuntusu olan insanların sifət cizgilərində mühüm əlamətlər bunlardır.